Ölkələr bunlardır. Avropa İttifaqının 7 üzv dövləti Estoniya, Latviya, Litva, Polşa, Finlandiya, İsveç və Almaniya. Bu ölkələr Avropa Komissiyasından Rusiyadan idxal olunan məhsullara gömrük rüsumlarının tətbiqini nəzərdən keçirilməsini xahiş edirlər. Hazırda konkret məhsul qrupları açıqlanmayıb, amma tədbirlər Rusiyanın ixracında ən çox gəlir gətirən kateqoriyalara şamil oluna bilər. Söhbət əsasən metal, gübrə, ağac və bəzi kimyəvi məhsullardan gedə bilər. Lakin yekun qərar Avropa Komissiyasına məxsusdur. Qurum bu addımın Avropa bazarına iqtisadi təsirini qiymətləndirməlidir. Qeyd edeyim ki, bu ilin əvvəlində Avropa Birliyi artıq Rusiyadan gətirilən gübrələrə tətbiq edilən tarifləri artırıb. İyul ayından etibarən mövcud 6,5% rüsumun üzərinə hər ton üçün 40-45 avro xüsusi tarif əlavə olunub. Planlaşdırılır ki, 2028-ci ilə qədər bu rüsumlar 315-430 avroya qədər yüksəlsin. Bu da Rusiyadan idxalı iqtisadi baxımdan daha az cəlb edici eləyəcək. Eyni zamanda Avropa Birliyi ölkələri Birləşmiş Ştatlar, Qətər və Norveç kimi digər regionlardan enerji tədarüklərinin artırılmasının, həmçinin Avropada bərpa olunan enerji mənbələrinin inkişafını müzakirə edirlər. Bu cür tədbirlər qlobal təchizat zəncirlərinə, xammal qiymətlərinə və Avropa bazarında fəaliyyət göstərən şirkətlərin strateji qərarlarına təsir göstərə bilər. Bu təşəbbüs Avropa Birliyinin ticarət axınlarını tənzimləmə siyasətinin bir hissəsidir. Gömrük rüsumlarının tətbiqi iqtisadi tədbirlərin beynəlxalq ticarət, dövlət büdcələri və enerji strategiyalarına təsirini nümayiş etdirəcək. Rusiyanın iqtisadiyyatı və Avropa şirkətləri üçün konkret nəticələr isə yalnız Avropa Komissiyasının rəsmi qərarından sonra məlum olacaq. Çatdıracaqlarım bu qədər. Buyurun, söz sizdə.